Hər birinizi salamlayıram. Mən Ayxan Əmirov, IT Brains Akademiyada Frontend təlimçisi olaraq fəaliyyət göstərirəm. Bugün sizlərlə frontend proqramlaşdırma haqqında müəyyən biliklərə yiyələnəcəyik. Gəlin ilk öncə aydınlaşdıraq ki, proqramlaşdırma nədir? Proqramlaşdırma kompüterlərin bir işi yerinə yetirməsi üçün hazırlanan proqramlar və alqoritmalardır. Gəlin daha sadə dillə deyək. Düşünün ki, əlinizdə bir kompüter var, hər hansısa bir işi icra etdirmək istəyirsiniz. Bunun üçün müəyyən bir proqramlara və alqoritmalara ehtiyac var. Baxın, proqramlaşdırma sahəsi də bu proqramların və alqoritmaların hazırlanmasıdır. Bəs proqramçı kimdir? Gəlin buna nəzər yetirək. Proqramçı həmin bu proqramları və alqoritmləri hazırlayan şəxslərə deyilir. Biz bugün sizlərlə frontend proqramlaşdırma haqqında danışacağıq. Gəlin ilk öncə aydınlaşdıraq ki, frontend proqramçı kimdir və onun vəzifələri nələrdir? Frontend proqramçı veb saytların ön tərəfini, yəni istifadəçiyə görünən tərəfini hazırlayan şəxsdir. Hər hansısa bir veb sayta daxil olsanız, orada gördüyünüz hər şeyi hazırlayan frontend proqramçıdır. Çox zaman bu sahəyə yeni başlayanlar frontend proqramlaşdırma ilə backend proqramlaşdırmanı qarışdırırlar və ya fərqlərini anlamırlar. Gəlin bu fərqlərdən danışaq, görək ki, frontend proqramçının işi nədir, backend proqramçının işi nədir. Ondan sonra frontend haqqında danışmağa davam edərik. Gəlin hər hansısa bir veb sayta daxil olaq. Gəlin arsenal.com. Bu veb saytda görə biləcəyiniz bütün funksiyaları, bütün dizaynın koda çevrilməsini, hər şeyi hazırlayan şəxs frontend proqramçıdır. Yəni, veb sayta daxil olarkən nə görürsünüzsə, o frontend developerin əməyidir. Bəs backend developer bu veb sayt üzərində nələr yerinə yetirib? Görə bilmədiyiniz hissələri isə backend developer hazırlayıb. Yəni, bu biraz belə deyək, çox tez-tez eşitdiyiniz bir cümlə ola bilər. Yəni, görünən tərəf frontend developer tərəfindən hazırlanılır, görünməyən tərəf backend developer tərəfindən hazırlanılır. Gəlin biraz bunları aydınlaşdıraq ki, bu görünən tərəf nədir, görünməyən tərəf nədir? Görünən tərəfi artıq bildik ki, istifadəçinin gördüyü, veb saytda yerinə yetirdiyi bütün hər şey görünən tərəfdir. Bəs bu görünməyən tərəf hansıdır? Gəlin bunu da aydınlaşdıraq. Bu görünməyən tərəf, belə deyək, arxa fonda işləyən proseslərdir. Məsələn, bir istifadəçi gəlir, veb saytdan qeydiyyat keçməyə çalışır. Veb saytdan qeydiyyatdan keçərkən onun gördüyü hissə qeydiyyat formudur. Məsələn, baxaq görək buradan create account olsun. Məsələn, daxil olaq bu hissəyə. Hal-hazırda bizim gördüyümüz hissə frontend developerin hazırladığı hissədir. Yəni, biz burada qeydiyyatdan keçə bilərik. Məsələn, deyək ki, bir register formu çıxıb qarşımıza, bizdən e-mail tələb edir, password tələb edir və ya username tələb edir. Frontend developerin burada işi həmin məlumatları inputlardan çəkməkdir. Biz məlumatları inputdan çəkirik və yönləndiririk backend developerin hazırladığı funksiyaya. O da arxa fonda həmin məlumatları yoxlayır. Əgər məlumatlar doğrudursa, hər şey qaydasındadırsa, həmin məlumatları databazaya yönləndirir. Bəs databaza dediyimiz nədir? Databaza məlumatlar bazasıdır. Yəni, veb saytda daxil olarkən, ümumiyyətlə veb saytın bütün məlumatları, sizin daxil olarkən, qeydiyyatdan keçərkən daxil edədiyiniz bütün məlumatlar, hər şey databazada saxlanılır. Yəni, məlumatlar bazasında saxlanılır. Və o məlumatlar bazasını, belə deyə, modelini yaradan və onunla bizim aramızda əlaqə yaradan şəxsə də biz backend developer deyəcəyik. Bizim mövzumuz əsasən frontenddir. Sadəcə backend sahəsi haqqında da qısa bir məlumat vermək istədim. Gəlin indi davam edək frontenddən. Biz veb saytı hazırlayarkən hansı texnologiyalardan istifadə edirik? Bunlar veb saytın hansı hissəsini hazırlayır? Gəlin onlar haqqında danışaq. İlk öncə gəlin yenidən veb saytın home səhifəsinə nəzər yetirək. Baxın, burada gördüyünüz bütün yazılar, şəkillər, rənglər, hər şey artıq bilirik ki, frontend developer tərəfindən hazırlanılır. Yəni, dizaynı biz hazırlamırıq təbii ki. Dizaynerlər dizaynı hazır şəkildə bizə ötürür və biz həmin dizaynı koda çeviririk. Bəzən olur ki, o dizayn sahəsi ilə də qarışdırırlar. Xeyr, belə deyil. Bizim işimiz verilən dizaynı koda çevirməkdir. Yəni, biz özümüzdən dizayn hazırlamırıq burada. Burada gördüyünüz bütün məlumatlar, yazılar olsun, şəkillər olsun,
nə bilim, videolar olsun. Bu bütün məlumatları biz HTML vasitəsilə veb-sayta əlavə edirik. Yəni HTML veb-saytın əsas strukturunu təşkil edir. Bəzən olur ki, məsələn insanlar biraz HTML-ə dırnaqarası baxırlar, amma elə deyil. Yəni HTML vasitəsilə biz ümumiyyətlə bütün veb-saytın strukturunu hazırlayırıq. HTML bir proqramlaşdırma dili deyil. HTML Hypertext Markup Language-dir. Yəni hipermətn işarələmə dili. Biz HTML vasitəsilə dediyim kimi veb-saytın strukturunu hazırlayırıq. Yəni bütün elementləri HTML vasitəsilə, HTML təqlər vasitəsilə əlavə edirik veb-sayta. Daha sonra gəlir veb-saytın dizayn hissəsi. Veb-saytın dizayn hissəsini isə CSS vasitəsilə təmin edirik. Yəni bayaq HTML vasitəsilə əlavə etdiyimiz təqlərə, belə deyək, yazılara, şəkillərə, videolara və sair kimi elementlərə CSS vasitəsilə müəyyən dizaynlar verə bilirik. Bəs bunların işləməyini necə təmin edirik? Məsələn, işləməyi deyəndə nəyi nəzərdə tuturuq? Deyək ki, elə qeydiyyat formu nümunəsi üzərindən davam eləsək, məsələn, istifadəçi gəldi, məlumatlarını daxil elədi. İstifadəçi məlumatlarını daxil edəndən sonra o artıq arxa fonda bir proses baş verməlidir. Yəni istifadəçi gəlir butona klik edir ki, mən qeydiyyatdan keçdim, create account hesabımı yarat. Aha, bu zamanda artıq arxada dinamik proseslər baş verir. Yəni məlumatları inputdan çəkməliyik, lazım gəldiyi təqdirdə müəyyən validasiyalarla yoxlamalıyıq və ötürməliyik backend tərəfə. Bunun üçün də biz istifadə edəcəyik JavaScript proqramlaşdırma dilindən. HTML ilə CSS proqramlaşdırma dili deyil, lakin JavaScript proqramlaşdırma dilidir. Ümumiyyətlə mənim ən çox bəyəndiyim proqramlaşdırma dili sırf front-end təlimçi olduğuma görə yox. Bunda növbəti dərslərdə müzakirə eləyərik. Nəyə görə mən məsələn JavaScript-i bəyənirəm, JavaScript-in üstünlükləri nədir mənə görə? Növbəti dərslərimizdə bunu müzakirə eləyərik. Mövzumuza qayıtmalı olsaq, dedik ki, veb-saytın dinamikliyini də hazırlayacağıq biz JavaScript vasitəsilə. Bir insan modeli düşünək, gəlin bir insan modeli üzərindən gedək. İnsanın strukturu nədir? Skeleti. Bunu veb-saytda biz təmin edirik HTML vasitəsilə. Ondan sonra insanın görüntüsü var, müəyyən bir dizaynı var. Bunu da biz veb-sayt tərəfdə, yəni software tərəfdə təmin edəcəyik CSS vasitəsilə. Yaxşı, insanımız yarandı, strukturu var, müəyyən bir dizaynı var. İndi bu insan hərəkət eləməlidir, müəyyən funksiyalar icra eləməlidir. Baxın, həmin funksiyaları icra eləmək üçün də biz software tərəfdə istifadə edirik JavaScript proqramlaşdırma dilindən. Məncə ümumi məlumat bu qədər kifayətdir. Gəlin biraz da kod tərəfinə keçək. Lakin ondan öncə biz aydınlaşdırmalıyıq ki, kodlarımızı harda yazacağıq, necə yazacağıq. Biz kodlarımızı yazmaq üçün müəyyən bir kod editora ehtiyac duyuruq. Ümumiyyətlə bunu ən sadə şəkildə Notepad vasitəsilə belə eləyə bilərsiniz. Böyük ehtimal hər kəsin kompüterində Notepad mövcuddur. Biz HTML kodlarımızı Notepadın daxilində belə yaza bilərik. Lakin o bizə əlverişli strukturu vermir deyə biz Notepaddan istifadə eləməyəcəyik. Müəyyən bir kod editordan istifadə eləyəcəyik. Bu kod editorda olacaq Visual Studio Code. Gəlib sadəcə saytına daxil olub oradan yükləyə bilərsiniz. VS Code'un saytına daxil olub öz əməliyyat sisteminizə uyğun versiyasını yükləyə bilərsiniz. Lakin bəzən qarışdırırlar Visual Studio Code editoru ilə Visual Studio Code'u. Visual Studio. Visual Studio başqa bir kod editordur. Biz ondan istifadə eləməyəcəyik. Bizim istifadə eləyəcəyimiz olacaq Visual Studio Code. Bunun daxilində müəyyən funksiyalar var ki, bizim işimizi rahatlaşdırır. Birazdan onlar haqqında danışacağıq. Ümumiyyətlə, müəyyən bizə kod yazmaq üçün müəyyən bir görüntü verir ki, bu kimi səbəblərdən dolayı biz Visual Studio Code'dan istifadə edə bilirik. Təbii ki, başqa kod editoru bilirsinizsə, əgər uyğundursa istifadə edə bilərsiniz. Lakin ən çox istifadə etdiyimiz olacaq Visual Studio Code. Çox uzatmadan keçmək istəyirəm Visual Studio Code'un öz daxilinə. Baxaq görək orada nələr mövcuddur. Visual Studio Code'a daxil olanda sizi belə bir görüntü qarşılayacaq. Buradan siz müəyyən fayllar və ya folderlər açıb
üzərində dəyişikliklər eləyə bilərsiniz. Biz ümumiyyətlə bütün layihələrimizi bir qovluq daxilində saxlayacağıq. Onun üçün ilk öncə nə etməliyəm? Müəyyən bir qovluq yaratmalıyam. Onu buradan da yarada bilərəm. Open deyəndə yaradıb oradan aça bilərəm folderi Visual Studio Code'da. Lakin öncədən də yaradıb onu VS Code'da aça bilərəm. Sizə rahat üsulunu göstərirəm. Sadəcə gəlib yeni bir qovluq yaradırsınız. Məsələn, HTML lesson 1 olsun deyə istədiyiniz adda yarada bilərsiniz, heç bir problem yoxdur. Ən rahat şəkildə gəlib bunu və deyək Visual Studio Code'un üzərinə sürüşdürərək Visual Studio Code'da aça bilərsiniz. Baxın, həmin qovluğumuzun da adı bura gəldi və artıq bizim bütün fayllarımız bu qovluqda saxlanılacaq. Gələk indi biraz bu hissədən də aşağı görək burada nələr mövcuddur. Daha sonra bu hissələri də keçid edərik. İlk öncə burada bizim qovluğumuzdur, yəni ən üst hissədə bizim qovluğumuzdur və onun içində olan qovluqlar və fayllardır. İkinci hissəyə keçid etdikdə burada bir search görürük. Bu search nə işə yarayır? Bir müddətdən sonra sizin layihələriniz böyüyəcək. Məsələn, fayllarınız, qovluqlarınız çoxalacaq və artıq bir şey tapmaq, hər hansısa bir kodu, hər hansısa bir yazını tapmaq demək olar ki, çox çətin bir vəziyyət alacaq. Bunun üçün də siz nə etməlisiniz? Ən rahat şəkildə gəlib search-də axtarış eləyə bilərsiniz. Yəni sizin layihənizin, bütün layihənizin içində, bütün layihənizin daxilində həmin məlumatı axtarıb tapacaq sizin üçün. Daha sonra hələ ki bu hissələrə ehtiyac yoxdur. Bizə lazım olan hissələrdən, əsas hissələrdən biri də bu hissə olacaq, extension bölməsi. Extension bölməsi nədir? Bizim kod yazarkən belə deyək, sürətimizi artırmaq üçün, bizə kömək etmək üçün olan köməkçi vasitələrdir. Visual Studio Code'un köməkçi vasitələridir. Buradan sizə tövsiyə edərdim ki, auto close tag, ondan sonra auto complete tag, auto rename tag, daha sonra burada başqa extensionlar da var. Hələ ki ilk dərslərdə olduğumuza görə buradan bəziləri bizə lazım deyil. Ondan sonra material icon sistemi yükləyə bilərsiniz. Məsələn, birazdan sizlə HTML fayl yaradacağıq. Onun yanında məndə məsələn kiçik bir icon gəlir. Həmin iconlar da material icon sistemindən gəlir. Onu da yükləyə bilərsiniz. Daha sonra əsas bizə lazım olan extensionlardan biri live server. Onu yükləməlisiniz ki, layihəmizi belə deyə browserdə başladaq deyə. Danışacağıq bundan da ətraflı nə işə yarayır. Extension hal-hazırda burada məndə yükləmiş extensionlardır. Siz extension yükləmək istəyirsinizsə, burada search hissəsinə gəlib istədiyiniz extensionun adını daxil edirsiniz və sadəcə installa klikləməyiniz kifayət edir. Məsələn, live serveri bura yazaq. Məsələn, burada Live SAS Compiler çıxdı, Live Server gəldi ən üstə. Mən hal-hazırda onun səhifəsindəyəm deyə olduğum yerdə qalıram, amma siz üzərinə klikləyəndə Live Server açılacaq. Yəni, hətta mən də uninstall eləyim. Burada install deyib Live Serveri və digər extensionları da bu şəkildə quraşdıracaqsınız. Biraz da settings bölməsi haqqında istəyirəm sizə məlumat verim. Deməli, settings bölməsində hal-hazırda sizə nələri dəyişməyə lazım ola bilər? İlk öncə yazıların font size-ıdır. Məsələn, deyək ki, hər hansısa bir txt faylımız olsun. Məsələn, test.txt. Şrifti dəyişim. Test.txt olsun. Məsələn, salam deyirəm. Baxın, oradakı font size yazdığımız ümumiyyətlə təqlər yazacaq. Yəni, nə yazırıqsa onların ölçüsüdür. Yəni o yazıların ölçüsüdür. İstədiyiniz kimi editləyə bilərsiniz. Mənim üçün 16 piksel kifayətdir deyə dəyişmirəm. Daha sonra burada mütləq şəkildə dəyişməli olduğunuz hissə var, autosave. Birazdan bundan da danışacağıq ki, bunu nəyə görə autosave qoyuruq biz. Sizdə böyük ehtimal off olacaq, default off-dur deyir. Siz gəlib after delay seçsəz kifayət edəcək. Ondan sonra burada çox da dəyişməli bir şey lazım deyil hələ ki. Daha sonra nəyi dəyişə bilərsiniz? Arxa fonun rəngini. Buradan scene bölməsinə daxil olub istədiyiniz arxa fon rəngini seçib istifadə edə bilərsiniz. Hətta bildiyiniz arxa fon rəngi, background rəngi olan extensionlar varsa Visual Studio Code'da onları belə quraşdırıb istifadə edə bilərsiniz rahat şəkildə və ya burada mövcud olan hər hansısa birini istifadə edə bilərsiniz. Mənim ən çox istifadə etdiyim dark modern və bəzi hallarda da light modern istifadə edirəm, amma bir proqramçı kimi təbii ki, mən də qaranlığı sevdiyimə görə istifadə edirəm burada dark modern. Məncə Visual Studio Code haqqında bu qədər məlumat kifayətdir hələlik.
Aha. Hələlik bu qədər məlumat kifayətdir. Gəlin indi biraz da HTML-dən danışaq. Nədir bu HTML? Yaxşı bildik, biz bu HTML vasitəsilə veb saytın strukturunu hazırlayırıq. Bu veb saytın strukturu nədir? Yəni bu ümumiyyətlə bu təlim heç bir belə deyək front-end sayəsində heç bir təcrübəsi olmayan şəxslər üçün də uyğundur. Ona görə də biz hər şeyi xırda detallarına qədər, incəliyinə qədər danışmalıyıq. Yaxşı. Gəlin belə deyək. Baxaq görək nədir bu HTML. İlk öncə bu hissə haqqında danışmadım, unutdum. Burada sizə lazım olacaq fayl yaratmaq üçün düymə və folder yaratmaq üçün, qovluq yaratmaq üçün düymə. Hal-hazırda mən fayl yaratmaq istəyirəm, bir HTML faylı yaratmaq istəyirəm. Yəni deyəcəm index.html. Ola bilər ki, bəzilərimizin məlumatı var. Nəyə görə ilk yaratdığımız səhifəni hər zaman index.html yazırıq. Ümumiyyətlə, buradakı .html nədir? Amma məlumatı olmayanlar üçün məlumat verim ki, .html faylın uzantısıdır. Bu hər zaman sabit qalır. Məsələn, bir text faylı yaradırsınız. Onun üçün uzantı olaraq nə yazırsınız? .txt. HTML faylında da .html yazırıq. Əvvəlki versiyalarda .htm yazılırdı. Bu da nəyə görə? Yalnız 3 simvola icazə var idi. Artıq yeni versiyalarda HTML yaza bilərik. Bəs nöqtədən əvvəlki hissə nədir? Nöqtədən əvvəlki hissə isə bizim yaratdığımız HTML faylına verdiyimiz bir addır. Bu ad istənilən bir şey ola bilər. Təbii ki, məntiqli bir ad olmalıdır. Məsələn, home səhifəsi yaradırsansa, biz home səhifəsini indi əsasən index.html deyə adlandırırıq. Birazdan bunu da səbəbini izah edəcəm sizə. Biz ilk səhifəni əsasən index.html olaraq adlandırırıq. Lakin deyək ki, siz about səhifəsi yaradacaqsınız. Buna öz adınızı belə qoya bilərsiniz, amma bu nə qədər məntiqi olar, bunu sizə buraxıram artıq. Məsələn, about HTML səhifəsi, about səhifəsi page yaratmaq istəyirsə, about.html deyərik. Nə bilim, kontakt səhifəsi yaradırsa, yəni əlaqə səhifəsi var veb saytınızda, kontakt.html deyərik ki, məntiqi adlar olsun, lakin istədiyiniz adı verməkdə özgürsüz. Yəni öz adınızı da verə bilərsiniz. Yeri gəlsə, sevimli qohumlarınız varsa, onların da adını verə bilərsiniz. Və artıq ixtiyari bir vəziyyətdir. Yaxşı, nəyə görə ilk səhifəyə index.html deyirik? Yəni, ilk öncə buna aydınlıq gətirim, ondan sonra baxaq görək HTML kodlarını necə yazır. Bizim veb saytımızı arxa fonda oxuyan brauzerlərdir. Yəni, ümumiyyətlə, backend tərəfdə, məsələn, kodumuzun nəticəsini görmək üçün müəyyən alətlərə ehtiyac duyuruqsa, frontend tərəfdə ən sadə şəkildə brauzerimiz varsa kompüterdə o faylı oxumağa, yəni HTML faylını oxumağa kifayət edir. Bizim belə deyək, veb saytımız qlobala deploy olunan zaman onu arxa fonda oxuyacaq olan kimdir? Brauzerdir. Yəni lokalımızda da, qlobalda da onu oxuyan brauzerdir. Biz artıq veb saytı qlobala deploy eləyəndə veb saytımız açılarkən, yəni deyək ki, bir istifadəçi gəlib veb sayta daxil oldu. Veb saytımız açılarkən brauzer bilməlidir ki, sən home səhifən hansıdır? Yəni ilk hansı səhifədən başlamalıyam oxumağa kodları? Yəni brauzer bizim kodlarımızı oxuyur, kompüterin başa düşəcəyi dilə çevirir və ekranda müəyyən görüntülər yaranır. Yaxşı, brauzerə belə deyək, başlanğıc səhifəsi vermək üçün hər zaman ilk görünəcək səhifəmizi index.html olaraq adlandırırıq. Yəni, brauzer artıq bunun bizim ilk home səhifəmiz olduğunu başa düşür və ilk olaraq kodları oxumağa həmin HTML faylından başlayır. Bu da belə. Yəni, ilk yaratdığınız səhifəyə index.html desəz kifayət edir, digərləri ixtiyaridir. Təbii ki, faylın uzantısı qaydasında HTML olmalıdır. Yaxşı, çox uzatdım, bilirəm. Gəlin biraz da HTML təqlərindən danışaq. Nədir bu təqlər, necə yazılır, neçə cür olur, bunlar haqqında danışaq. Biraz vaxtımız da çox deyil deyə istədiyim qədər məlumat ötürə bilmirəm. Yəni, istəyirəm ki, hər şey haqqında başlanğıc səviyyədə sizə məlumat verim, amma müəyyən qədər, belə deyək, ötürə bilirəm, hamısını ötürə bilmirəm. Gəlin indi HTML təqlərdən danışaq. Biz əgər HTML səhifəsində ümumiyyətlə veb sayta bir yazı, bir şəkil, ümumiyyətlə bir şey əlavə etmək istəyiriksə, bunları HTML təqlər vasitəsilə edəcəyik. HTML təqlərdən istifadə etməsək də olar. Necə olar? HTML proqramlaşdırma dili deyil deyə bizə bir xəta qaytarmır.
və HTML xəta qaytarmadığına görə siz bura nə yazırsınızsa yazın, bunu görüntüdə görəcəksiniz. Lakin bu düzgün koddur, bu düzgün yazılışdırmı? Xeyr, bu düzgün yazılış deyil. Yəni HTML bizə deyir ki, sən sərbəstsən. Mən sən xəta qaytarmıram, istədiyin şeyi yaza bilərsən. Amma bir tərəfdən də deyir ki, nə olsun sərbəstsən, filan şey eləsən, sən filan çətinliyi çıxaracam. Nə bilim, bu cür yazsan sən burada yarı yolda qoyacam. Yəni HTML məcbur etmədən, yəni sözdə məcbur etmir, amma arxa fonda səni məcbur eləyir ki, müəyyən bir struktur daxilində yazasan kodu. Məsələn, mən burada sadəcə bir yazı yazdım. Mən bunu oxutsam brauzerə, brauzer həmin yazını görəcək. Yəni biz veb-sayt formasında, baxın, daxil olaq, həmin yazını görəcəyik. Amma bu yazının brauzer üçün bir mənası yoxdur. Bu indi sadəcə yazıdır deyə əlavə eləyə bildik. Düşünün ki, bir video əlavə eləyirsiniz. Məsələn, videonu bura necə əlavə eləyə bilərsiniz? Heç bir şansınız yoxdur. Və ya şəkli bura necə əlavə eləyə bilərsiniz? Heç bir şansınız yoxdur. Məsələn, onlar üçün hökmən təqlərdən istifadə eləməlisiniz. Yazılar üçün də mütləqdir təqlərdən istifadə eləmək təbii ki də. Amma yəni yazmayanda belə ekranda bizə göstərir. Düzgün yazılışdırmı? Xeyr. Brauzer bunun nəsə olduğunu başa düşürmü? Xeyr. Yəni brauzer üçün bir mənası yoxdur. Bu kimi səbəblərə görə də belə deyək biz HTML təqlərdən istifadə eləyəcəyik. Gəlin indi görək HTML təqlər necə yazılır, necə istifadə olunur. Deməli gənclər, HTML təqlər iki hissəyə ayrılır. Period bir də unpaired təqlər. Yəni cüt təqlər və ya tək təqlər olaraq yadınızda saxlasanız kifayətdir. Cüt təqlər necədir? Deməli, kiçikdir, böyükdür işarələri ilə açılır. Ondan sonra yenə kiçikdir, slash və böyükdür işarələri ilə bağlanır. Yəni, təqin yazılış hissəsi, belə açılış hissəsi bu hissədir, bağlanış hissəsi isə bu hissədir. Və cüt təqlər əsasən kontenti təqin açılış hissəsi ilə bağlanış hissəsinin arasında qəbul edir. Yəni, məsələn, sizə ən primitiv təq, hətta ilk görəcəyimiz təq, P təqini misal çəkim. Baxın, bu son təqin bağlanış hissəsində də P-nin gəlməyinin səbəbi mənim yüklədiyim extensionlardır. Bayaq sizə göstərdiyim extensionlardan biri mənim üçün təqi tamamlayır. Nəysə, qayıdaq mövzumuza. P təqi paraqraf təqidir və veb-sayta yazı əlavə etmək üçün istifadə edirik. Yəni P təqinin açılış hissəsi bu hissədir və bağlanış hissəsi bu hissədir. Yazını harada daxil eləyəcəyik? Burada. Hello world. Proqramçıların ilk yazmalı olduğu sətir kod. Yəni sən Hello World yazmadan demək olar ki, proqramçı ola bilməzsən. Təbii ki, bu zarafatdır. Aha. Deməli, təqin açılış hissəsi və bağlanış hissəsi. Kontentimiz hardadır? Yəni kontent deyəndə ekranda görünəcək hissəni nəzərdə tuturam. Kontentimiz də təqin açılış hissəsi ilə qapanış hissəsinin daxilində olacaq. Və gəlib veb-sayta baxarkən görəcəm ki, Hello World yazım ekranda görünür. Yaxşı, bayaqki random yazıdan fərqi nədir bu Hello World yazımın? Bayaqki random yazıdan fərqi odur ki, brauzer artıq bunun bir paraqraf olduğunu başa düşür. Nəyə görə önəmlidir? Ümumiyyətlə, belə deyək də, kodlarımızın daha oxunaqlı olmağı bizə nə üstünlüklər verir? Kodlarımızın belə deyək də, kodlarımızın daha oxunaqlı olmağı bizə hansı üstünlüklər verir? Yəni ondan danışaq. Birinci, əsasən, yəni kodumuz nə qədər semantik olarsa, yəni səliqəli olarsa, doğru təqlərdən, doğru yerlərdə istifadə olunarsa, doğru atributlardan istifadə olunarsa, bizim veb-saytımızın SEO-su bir o qədər güclü olur. Və SEO nədir? SEO axtarış motorlarında veb-saytımızın öndə olmağını təmin edir. Bunu təmin edən şəxslər SEO mütəxəssisləri adlanır. Bunun bizim sahəmizlə belə deyək, çox da əlaqəsi yoxdur. Necə əlaqəsi var? SEO mütəxəssislər bizə müəyyən tapşırıqları verir ki, sizlə meta təqlər görəcəyik, həmin təqləri əlavə elə, həmin atributları əlavə elə və biz də yazırıq. Və kodumuz da nə qədər səliqəli olarsa, SEO-su bir o qədər güclü olur. Yəni doğru təqlərdən doğru yerdə istifadə edəriksə, SEO-su bir o qədər güclü olur veb-saytımızın. Daha sonra veb-saytımız daha sürətli və doğru şəkildə işləyir. Yəni brauzer bunu başa düşür yazdıqlarınızı. Yəni bu şəkildə. Deməli, gəlin bir də tək təqlərdən danışaq. Tək təqlər nədir? Açılışı olub da qapanışı olmayan təqlərdir. Məsələn, sizə misal olaraq image təqini göstərə bilərəm. Image təqi veb-sayta şəkil əlavə etmək üçün istifadə olunur.
Təqin açılış hissəsi mövcuddur, lakin qapanış hissəsi mövcud deyil. Bəs bu təqlərə biz kontenti, yəni ekranda görünəcək hissəni necə əlavə edə bilərik? Buna da biz həmin hissələri atributlar vasitəsilə əlavə edirik. Əgər ki mövzumuz image təqi deyil deyə sizə source atributu və ya alt atributu haqqında məlumat verib uzatmayacağam. Sadəcə bunu bilin ki, təqlərə əsasən biz atributlar vasitəsilə kontent əlavə edirik və yeri gəlmişkən atributun nə olduğundan da danışaq, ondan sonra yavaş-yavaş mövzumuzu yekunlaşdıraq. Atributlar təqlərə əlavə özəlliyi verən, belə deyək, köməkçi vasitələrdir. Məsələn, bu hissəni bağlayıram. Gəlirəm elə P təqi yazıram yenə. Deyək ki, London is red. Aha. Və gəlirəm bura, yazıram title. Və title-ın daxilinə Arsenal yazıram. Bu title atributu yazının üzərinə gələrkən istifadə etsək kiçik bir məlumat verir. Yəni başlıq kimi. Gələk bir refresh ataq və gəlirəm bu hissəyə və burada Arsenal yazısını görürəm. Baxın, title atributu nədir? Təqə əlavə bir özəllik, əlavə bir xüsusiyyət təyin elədi. Atributlar necə yazılır? Deməli, atributlar hər zaman təqin açılış hissəsində yazılmalıdır. Atributumuzu yazırıq, bərabərlik işarəmizi qoyuruq və dırnağın içində lazımi kontenti daxil edirik. Məncə bugün kifayət qədər məlumat əldə etdik. Yəni vaxtımız çatan qədər danışmağa çalışdıq. Bəzi şeylər qaldı, danışa bilmədik, bəzi hissələrə keçid eləyə bilmədik. Lakin təlimimizin davamında bu hissələrdən ətraflı danışarıq. Əgər buraya qədər izlədinizsə, hər birinizə təşəkkür edirəm. İnşallah növbəti dərslərdə görüşənədək sağ olun, özünüzə yaxşı baxın.